atam sevdi, qardaşlarım saldı quyuya. Züleyxa sevgisinin əsəri bu oldu ki, düşmüşəm türməyə. Burada bir nöqtədir, biz ona gəl çox təvəccüh eləyək, ayəyə girməmişdən bax bu nəzir. Məhəbbət nədir? İnsan, məhəbbət bir qabdır, həmişə insan orada imtihandadır. Bəli. Məhəbbətə ki deyirlər məhəbbət, yəni sevinç, Hubb. əlaqə, hubbə də deyirlər, hubb, dəniyə ərəb dilində deyər həbbə, fələqən, buyurur ki, fəvəlləzi fələqən, and olsun o Allahı ki, yerdən dənəni gövərtdi. Hubbə də ki deyirlər, hubb, dənə. O dənə əkildi, gövərər. Dünyada hər dənə gövərməsə ona hübb deməzlər. Toxum kimindir. Tom kimindir. Düşdü, gövərər. Məhəbbət bir tomdur. Hər yerə düşdü, gövərəcək. Amma indi dəyəri budur ki, hər kəs onu əksə, gövərəndən sonra necə buğda yerdən gövərəndə gəlir, gedir yuxarı, o məhəbbət hər kəs əksə, bu insanın vücudun özünə tərəf çəkəcək məhəbbət. Odur ki, insanlar aləmdə bəzi vaxt özləri özgələri sevirlər. O sevgi onların canına bələ olur. Yəni, hər nəyi ki sevir, bu yapışır o sevgisinə, ondan əl çəkmir. Ta oracaq aparacaq ki, bunda can qalmıyor. Bu bir imtihandır. Oğlu sevirik, qızı sevirik, məqamı sevirik, gözəlliyi sevirik, cavanlığı sevirik. Bunların hər tək-təki bizi çəkir, özü ilə aparır. Yəni, gözü bağlı bilə bizi aparır. İxtiyarsız bizi aparır. O ki, məsələn, birinə deyirlər ki, çox gözəl bir insandır, savadı var, özü məsələn, dünya görmüş bir adamdır. Amma birdən bir zada bu vırılır. Deyir, razıyam, damımı da satam, maşını alım. Razıyam, maşınımı, damımı satam, amma məsələn, burada reis olam. Razıyam, reisligimdən də çəkəm, hər nəyimdən əl çəkəm, əlağa bağlamışam, bu qıza ya bu oğlana buna yetişəm. Bu sevgidə bu qədər qüdrət var. İnsandan hər nəyin ixtiyarını alır. Və bir vaxt biz özümüz özgəyə sevgi oluruq. Biz insanlar həm özümüz özgəyə sevgi olanda və həm özgələr bizə sevgi olanda, əgər düz yola qədəm qoysaq, heç vaxt biz zərər eləmərik. Odur ki, Həzrət İbrahim əleyhissalamda sevgi var. İstəyir o cəmaatın ki, sevgisi var, onları da başa sala. Yəni, sizdəki sevgi var, biz atları sevirsiniz, mən də sevirəm. Amma buyurur ki, vaxtı gün çıxdı, ildız çıxdı, dedi, bu mənim Allahımdır. Ay çıxdı, dedi, mən istəmirəm bunların vaxtı söyləm, ay çıxır, deyir, bu mənim Allahımdır. Axırda nə buyurur? Hatta bu sevgi olmadı. İnni la uhibbul afilin. Batanları mən sevmərəm. Mən bir şeyi sevirəm ki, məni aparsa yox eləməyə. Onun əbədi varlığı ola və mən də varlı olam. Amma vaxtı bir şeyi mən sevirəm, mən maşınımı sevirəm. Maşınım dağdan gedir dəriyə tərəf. Çöldə razı dərdim, qapısının birinə xət düşər. Amma görürəm ki, məni aparıb dərədə maşını otlanacaq, mən də otlanacağım, qayışı açıb özümü qapıdan atıram aşağı. Bu insan hər nəyi ki sevir, o sevginin axırına baxsın. Görsün, o sevdici zat bu adamı hara çəkir aparır? Hidayətə mi aparır? Hara çəkir aparır? Odur ki, sevgi insanda, açanda çəkir hər insanı. Sındırır insandakı hər əhd ilən hər peymanı. Səy edir, vırsın və ya yıxsın, tökə axər qanı. Hər nəyi sən, gəl sevirsən, sevgilən, allanma sən. Amma bir vaxt budur ki, biz özümüz bir yerə yetirik. Odur ki, bizə deyirlər, Allaha sevginə. Allaha sevgi. Qalan sevgilərin hamısı fanidir. Hamısı fani. Hamısı fani. Və bir vaxt biz özgəyə sevgi oluruq. Biz özgəyə sevgi oluruq. Biz aləmdə 3 sada eləyə bilik sevgi olaq. Biri eləyə bilik ki, Allaha sevgi olaq. Ki, Allah bizi sevir. Necə adam gedir bazarda bir şeylər alır. Baxır deyir, bu kostyumdan xoşum gəlir. Bu maşından xoşum gəlir. Bu, məsələn, binadan xoşum gəlir. Onu alır. Çox maşın var, amma heç birini almır. O qaraşda, şayad 30 dənə, 40 dənə maşın ola. Amma sevmir, deyir, bundan xoşum gəldi, bunu alıram. Bəli.
İnsan bir vaxt Allahın sevgisi ola. Yəni Allah adamı sevə. Bütün istəmirəm çox vaxt uzalam. Allah adamı sevməyi də iki hissədir. Bir umum formadadır Allahın bir sevgisi. Bir xüsus formadadır. Umum formada Allahın sevməyi budur ki, necə insan bizadı sevəndə də onun ayıblarını görmür, Allah hər kəsi sevsə onun ayıblarını gizlədər. Bəli. Və Allah heç kəsin ayıbını açan deyir. İnsan özü ayıblarını açır. İnsan özü xətalarla özünü bilir. İkincisi, Allah xassı bir formada sevir. Xassı bir formada sevsə nə eləyir? Daha orada Allah onun hər nəyi var alır. Hər nəyi var alır. Onu niyə sevir? Çünki onun gərək əli Allah deyən əl ola. Gözü Allah deyən ola. Hər nəyi Allah deyən ola. Odur ki, Peyğəmbərimiz Ali Aleyhisselamın haqqında buyurur ki, sabah pərsəmi və lə utiyənnə rə'yətə qədən ələ rəculin, sabah bu bayrağı verəcəyəm bir nəfərin əlinə, yuhibbullahə və rəsulə. Onun sevgisi Allahla Peyğəmbərdir. Və yuhibbuhullahu və rəsuluh. Və Allah və Peyğəmbərin sevgisidir. Odur. Odur ki, Ali Aleyhisselam Peyğəmbər qarşısında dayananda, Peyğəmbərin vaxtı mübarək sınan dişini görürdü, Peyğəmbərin vücudunun yarasını görürdü, özünə 90 ya 70 yara dəymişdi, öz ağrısını bilmirdi. Bu sevginin əsəri budur. Odur ki, dedim, adam var, deyim, malımı verim, amma falan zada yetişəm, çünki bir vaxt bir ki, Allah adamı sevir. Bir vaxt şeytan insanı sevir. Bir vaxt da şeytan insanı sevir. Və bir vaxt bu dünya insanı sevir. Əgər dünya insanı sevsə, nə olar? Dünya insanı əgər sevsə, insanda denaət yaradar. Yəni, insan bu dünyada bir şey olar, bağışlayın. Da deməzlər, İraq eşidənlərdən bu qoyundur. Deməzlər, məsələn, bu bağışlayın, məsələn, filan zatdır. Hər zatdan insan dünya gətirər aşağı. Və bu da bütün yaranmışa aiddir. Hamımızda da bu vardır. Biz gərək baxaq görək ki, məsələn, bu ərimi mən çox istəyirəm, özünə xatır sevirəm, ya Allah xatır. Özünə xatır sevsəm, bu cəmal qalmayacaq. Odur ki, Züleyxa vaxtı istəyir, Həzrət Yusufu sevir, Yusufun cəmalına xatır. Deyir, niyə qoymuşsan mən sənin bu gözəl gözlərinə baxam? Yusuf Züleyxanı ayrı bir qapı yaparır. Deyir, Züleyxa, bu gözü görsən, bu sudur. Bir nazik bir pərdənin dalındadır. Bu göz amanatdır. Bu suyu gərək mən yırtmayam. Bunun əyri baxmayım, iynə vurmaq kimindir. Züleyxa, indini sən görsən. Bir zaman gələcək, bu su buradan yırtılacaq, axacaq Yusufun gözünə. İnsan hətta qadını ki sevir, demək, hə üçün gözəldir. Başı onu ki, gözəldir, sevirəm. Deyir, çünəsən sənə ki baxıram, sən mənim sevdiyim rəssamin əsərisən. Sevirəm mən səni. Çünki xəlq eləyən xaliqdir. Sevirəm mən səni. Çünki xəlq eləyən layiqdir. Bəyənibdir səni. Timsal, gözəl timsaldır. Yaradan, xəlq eləyən, rəsm eləyən şayiqdir. Onun şovqu varmış səni bizir yarada. Odur ki, insan hər nəyə Allah'a xatır görür. Odur ki, sevgi, insanın cəmalı gözəl olanda sevməli olar, ya adamın cəmalı torpağa batanda. Seyyid-i Şəhədə Aleyhisselamın bədən torpağa batıbdır. Hər nəyə batıbdır. Üst torpaqdadır. Amma Allah onu sevir. Nə deyim, mənə xatırdır. Biz öz sevgimiz hamısı qutaracaq. İndiyəsə yadında uşaq vaxtında nə qədər da sevirdik. Ha, mənim çərxim olsun, mənim oyuncağım olsun. İndi mən ölmələn get bizə oyuncağı versə narahat olmarıq. Bir zaman onun sıra ağlayırdıq. Amma indəkum yənfəd. Gerək ayiyə. Sizin o fərmaşda yetişəcəyəm, ha, borcu olsun. Amma sevgiyə razı danışdı ki, nasır oldum sevgi haqqında bu sözü. Ərz eləmə, hətta sözlərimiz də sevgidə, sevgi qapısını bağlayırıq. Çünki insan hər nə ki, sevgisi olur, insan Allahın əbdi olanda, Allahın qulu olanda, Allahın yaratıqlarının hamısını sevir. Quran-ı Kərim buyurur ki, oxuduq bu ayələri soğuşduyum, həmmət behi və həmmə beha. Sevgi budur. Züleyxa tamamı sevgisin, tamamı zorun vururdu. Yusufu çəkə özünə tərəf. Amma Yusuf və həmməbəha, Yusuf zor vurmurdu. Züleyxanı çəkə özünə tərəf. Yusuf zor vururdu Züleyxanı çəkə Allah'a tərəf.
Fərqi buradadır. Hər ikisi də sevgidir. Amma o özünə xatır sevirdi, bu Allaha xatır sevirdi. Ölüm ölümdür. Bir vaxt biz birin, əgər özümüz öldürsək, tamamı dünyanı öldürək ondan barabardır. Amma bir vaxt əgər Allaha xatır öldürsək, yox, heç eybi yoxdur. Doğrudur. Yetişirik bu ayəyə ki, siz buyurdunuz, vaxtı cəmaat gəldi bunların dalısıcaq 72-də buyurdu. Dedilər, nə xəbərdir? Dedilər ki, şahın qabın itibdir. Demədilər, oğurlayıb. İtibdir sizin yanınızdadır. Bunlar dedilər, ağa biz sizin şəhərinizə girəndə dəvələrimizin ağzını bağlamışdıq ağacına ki, özgənin meşəsinin otuna ağız atmaya, biz gəlib indi şahın qabını aparırıq. Heç problemi yoxdur, əxtər. Quran buyurur ki, bunlar Həzrəti Yusuf'un adamlarına dedilər, qalu. Kim? Yəni Həzrəti Yaqubun uşaqlar. Qalu. Təllahi andolu Allaha. Ləqəd əlimtum. Siz bilirsiniz. Siz bilirsiniz. Ma cəynə alə nəfsədə fələrd. Biz gəlmək ki, burada fəsad eləyək. Siz də yaxşılıq eləyək, biz gəlmək ki, yamanlıq eləyək. Və ma kondan sarıq. Biz oğru dəyirik. İcazə verin, buradan bir ibrət alaq bu ayədə. O ibrət nədir? Buyurur, insanın müvəffəqiyyətlərindən biri budur ki, insan öz keçəcəyinə bir təvəccüh edir. İnsan öz keçəcəyin bir yadına salar ki, mən keçəcəyimdə nə işlər görmüşəm. Mən onlara tövbə edeyim. Niyə? Burada buyurur, əlimtum, siz bilirsiniz. Cənab Tural müəllim, əl-an sən mənim danışığımı əlimtə, sən bilirsən. Bəli. Nə qədər məndən bilirsən? Mən sənin Həzrəti Alidən, siz cənablardan nə qədər bilirəm? Atamdan nə qədər bilirəm? Anamdan nə qədər bilirəm? Qədər, bəli. Uşağımdan nə qədər bilirəm? Ailəmdən nə qədər bilirəm? Heç. Bəli. Özümdən nə qədər bilirəm? Vay olsun. Vay olsun. Bizə ibrətdir ki, siz çalışmayın, əlim-tümləri, cəmaət bilənləri islah eləyəsiniz. Onları islah eləyin ki, cəmaatdan gizlənirsiniz, özünüz bilirdiniz. Və bir günü vardı qabaqda ki, bunların hamısı siz üçün aşikar olacaq. Çün insan, cəmaət biləni əgər cəmaət islah eləyə və gizlədə bədtər olacaq. Günbə-gün bədtər olacaq. Niyə? İnsan münafiq olacaq. Mən Tural müəllim, məndən bir şey bilirdim, mən Tural müəllimə xatir gizlətdim. Burada özümü yaxşı adam bildim. Amma o bir qardaşımız məndən bir şey bilirdi. Onun da o bildiyinə xatir gizlətdim. Amma bilmədiklərinə ayrı bir iş gördüm. Düzdür? Buyurur, amma öz bildiyi islah eləcəklə. Cəmaat iş bilir, bilsin, bilmir, bilməsin. Sən öz bildiyi islah eləcəklə. Ələn, mən burada acam. Oldu. Tural müəllim iş bilir, mən acam. Aclığımı bilir, bilsin, bilmir, bilməsin. Aclıq mənim vücudumdadır. Buyurur, əməllərinizi öz vücudunuzda görün. Deməcəklə xanımımdan gizlədirəm. Deməcəklə oğlumdan gizlədirəm. Deməcəklə qonşumdan gizlədirəm. Deməcəklə mən zirəngəm bir iş gördüm, heç kəs bilmədi. İn tubdu ma fi anfusikum aw tukhfu yuhasibkum bihillah. Bir ibrət budur. Həyatımızda dünya boyu. Əlim-tümlərin çox fikrini eləməyiz. Siz biləcəksiniz, siz bilirsiniz, siz bilir. Özüm bilsən yox. Ələn mən burada sizə bir söz ərz eləyəm. Ürəyimdən özüm bilirəm, vaqan bunu düz deyirəm, ya yalan deyirəm. Bəli, təbii ki. Amma zahirdə çox düz deyirəm. Çün Tural müəllim bilmir, bura düz deyir də. Amma indi Tural müəllimin gözünün qarşısına bir kamera qoyarlar, mənim ürəyimdən o xəbər verir. Tural müəllim baxsa deyəcək, əcəb. Sən nə danışsan? Mən bilən hara, sənin içərin hara. O ki, bunu bizə öyrədir. Əvvəldə səyləcəklə insan xoş o kəsin halına ki, öz bildiklərin ki, özüm kiməm onu islah eləyir. Əlim-tum cəmaət nə bilir məndən, onların fikrində olmuyor. Çünki insan əgər cəmaət bilən fikrində olsa, qətən və qətən münafiq olacaq. Bəs bu bir böyük dərsdir. Biz özümüz gərək allatmayaq ki. Mən özüm bilirəm kiməm də. Mən özüm bilirəm kiməm. Təbii ki. Düz kamera qarşısında mənə bizə görürlər. Amma özüm bilirəm kiməm. Ey kərəm sahibi, pis əməlim gizlətmisən. İndiyə tək birini xəlqə denən görsətmisən. Yox. Ya mənə zəhərəl cəmil
ve seterel kabi. Sonra vakti bunlar buzur dediler. Kalu. Hop kardeş şimdi itip ne ineyek biz ki oğru deyirik. İtip ne ineyek? Kalu 74. Fema cezauhu in kuntum kazibin. Bunlar dediler ki sizin nəzərinizdə siz ki biz uğramamışıq. Yaxşı. Hazreti Yusuf məmurlar dedilər sizin öz nəzərinizdə fema cezauhu in kuntum kazibin. Əgər gəldi bu oğurluq oldu. Yaxşı. Onun cəzası nədir? Mükafası nədir? Burada gədə bir dərs alır, ibrət. O budur ki, insan hər əməlin, həm xeyrin və şərrin bilsə, xeyrinə çox çalışar. Və əgər o əməlin zərərin bilsə, ondan qorxar. Psixoloji cəhətindən, tərbiyəvi cəhətindən bizə buyurur, xətərli bir əməllərin xətərin deyil. Odur ki, uşağa anası universitetə getməyib, ana, uşaq da getməyib. Amma deyir, əli buna tutmayı yanarsan. Bəli. Yəni, ne onun xətərindir. Ya məsələn, uşağımıza falan işin darısa geçsin, falan kəs olarsan, təşviq edirik. Və nə qədər gözəldir ki, insan əməllərinin. Odur ki, Həzrət Ağa Əmirul Mömin Əleyhisselam buyurur, onlar ki, deyirlər biz Allahdan cənnət istəyirik və cənnəti bilirlər. Niyə cənnətin ötü getmirlər? Vaxtı mən bilirəm, mənim bir dəqiqəmə neçə manat verəcəklər. Mən gəlib işləyirəm, deyirlər 10 manat verəcək. Orada deyirlər manat verməyəcək. Ora getmir, bura gəlir. Niyə bilir nə verəcəklər? Günah deyil özürdür. İnsan əgər bilsə, günahlarının cəzası nədir, mükafəsi nədir, qətən və qətən insan çalışacaq, neyə? O günahlara girməyə. Allah da bizə Quranda buyurur. Buyurur, biz qiyamətin günündə heç kəsin məhkəməsi cəzalandırmayacaq. Və ma kunna muazzəbin hatta nəb'əsə rəsula. Əvvəl hüccəti tamam eləyəcək. Allah nə cür hüccəti tamam eləyəcək? Buyurur, dünya deyir. Əvvəl hüccəti tamam eləyəcək. Allah əvvəl peyğəmbərləri orada məhkəməyə gətirəcək. Ki, Qur'an-ı Şərim buyurur, qiyamətin günündə bir gündür, fələnəs'ələnnəl-ləzīnə ursilə iləyhim və lənəs'ələnnəl mursilin. Biz həm peyğəmbərləri mühakimə eləyəcək, həm cəmaati. Dedin, ya demədin. Yəni, bu cür deyir. Hamı zat orada aydın olacaq. Yəni, insana deyir, belə xeyirlər məsələn. Hətta məsələn buyurur ki, biz Həzrəti İsa peyğəmbəri orada məhkəmə eləyəcək. Qur'an-ı Kərim bu cür buyurur. Biz Həzrəti İsa'ya deyəcək ki, Əntə qultə lən-nəsə təxəzuni və ummi ilahin. Biz sənə dedik, cəmaata deyinən məndən anamı Allah bilin. Dedik deyinən də. Yəni, bizə buyurur, qabaqda bir günüz var. O günüzə bir fikr edin. Deyir kişi, bağışda üzr istəyirəm. Oğru idi. Böyle bir yaxşı sizin kimin, tamaşaçılarımız kimi bilən insan. Bunu çağırdı, dedi oğul, heç kəs də bilmir, mən də heç kəsə demirəm. Eşitmişəm, oğurluq eləysən. Gəl bu oğurluğu qoycunan kənara. Dedi ki, ay ağa, bir gün vardı, o gündə beləxərə bir şey tapıb Allaha deyərik də. Dedi, bala, mən bilmirəm, amma orada deyirlər, çox qorxulu gündür. Mən sənə bir ay mühlət verirəm. Bizdə ye, yat, əlu da ağdan qariyə heç şey vurma. Fikr eləginən buna cavab tapdinən. Əgər bilə o edəsələr, niyə oğurluq elədin, nə deyəcəksən? O cavabı orada tapdığı, burada tapdı da. Bu bizə mesajdır. Bu bizə mesajdır ki, hər iş görsən, belə iş görünən. Əgər pərdə geçsə, özün əqli və məntiqi cavab verəsən. Görəsən, o işi səndən görsələ xoşdur, bazarda mal satsan və deyirsən, bu qiymətədir. Pərdə geçsə dalı, özü ilə o işi görsələ xoşdur, bilirsən onun qiyməti o deyil. Təbii ki. Odur ki, buyurur, ey insan, bunu bilginən, hər iş görsən, özüva görsən. İn əhsəntum, əhsəntum. Bəlizə Qur'an Həzrəti İsa deyəndə, Həzrəti İsa qayıdır cavabında deyir ki, mənim Allahım, Subhanəkə ma yəkunəli. Allah mənə nə olmuşdur ki, olacaq nə olar? İn əqul, əgər demişəm, ma leysəli bəq. Məgər məcburdum, haqq olmayan sözlər deyəm. İn kuntu qultu fəqəd əlimtu. Desəm ki, sən bilirsən. Çünki sən mən eləyənləri, mənim içərimdə olanı bilirsən, amma mən səndə olanları bilmirəm. İbrətdir bizə. Nə qəd gizdə son, o bir gün aydın olacaq. Ey insan,
Belə yaşayan özümü deyirəm, utanıram sizdən. Üzün olsun Allah'a deyəsən, Allah gizlət da. Gizlət. Odur ki, bizə deyirlər, gecə namazı ki, durub qılısınızsa, gecə durub ağlıyorsunuz Allahın dərgahına. Necə günüz bir gün çıxanda tamam meşələr, dağlar, damlar, evlər, maşınların rəngləri görüşür. Amma gecə işıq olmasa qaranqılıqda heç zət görünmür. Doğru. Buyurur ki, Allah'a da inan Allah, mənim həyatımı qaranlıq eləyibdir, heç kəs görmür. İçəridə ağlımın işığı bilir, neynəmişəm? Bir də sən bilsən. Qorxuram o gündən ki, sənin günün çıxa. Ondan sonra cəmaat baxa deyir, bu hamın molladır. Tural müəllimlə gəlib orada danışırdı. Bu budur və bunun üzü qara olsun. Bu cəmaata deyirsiniz, gəlin Allahın sözünə baxın. Özü bu xəta eləyirmiş. Özü Allahın sözünə baxmırmış. Sınasan nəfs. Məni sındırmasan. İki aləmdə oda yandırmasan. Mən mələkdən uca xəlq olmuşam bu xilqət üçün. Heyfidir, şənimi gəl, sındırmasan. Aydın dostum, çox sağ olun. Və insan, və icazə versin, o biri ayəndə ərzəyim, bir tikər, bilməm nə qədər vaxtımız qalır. Vaxtımız məhduddur, bir dəqiqə var. Bu bir dəqiqənin içində fəqət onu ərzəyim bu qədər. Bəd qalu cəzau mən vücədə fi rəhli fəvə cəzau. Dedilər ki, hər kəsin qabında tapılsa, o adamın özü onun mükafəsidir. Cenab-ı Tural müəllim o qədər söz, adamın vücudunda əsər qoyur. Yəni nə? Amirul Müminin İslam buyurur, qiyməti kulli imrin ma yəhsunu. İnsan hər nəyi sevsə, insanın dəyəri odur. Bəni İsraildə rəsmidir. Hər kəs hər nəyi oğurlasaydı, da ona pul qiymət eləməzdi. Deyər, məsələn, bu 10 manata dəyər, 10 manat verin, qutarsın. Deyərlər, özün onun qiymətsən. Niyə? Çünki sən özü o qədər aşağı gətirib, ona ta eləyibsən. Mutaha bəzin bir ay saxlardılar, bəzin 2 ay saxlardılar, bəzin 1 il saxlardılar, bəzin 5 il saxlardılar. Niyə? Onlar mütəfavitdir, fərqlidir qiymətləri. Əşyanın dəyəri fərqlidir. Amma insana deyirlər, sən hər əşyanı oğurlasın, yəni şəxsiyyətin o həddədir. O həddədir. Ondan üstün dəysən. Çox nə qədər gözəldir. Çox gözəl. Nə qədər gözəldir. Nə Allah adama tövfiq verəm, insan bir şeyi götürəm ki, orada insanı saxlayanda adam peşman olmuyor. Yoxsa heyfidir. İnsan bir şeyi götürəm, insana deyələ sən bir həbbə qəndə dəysən. Məsələn, sən bir dənə nəyə dəysən? Bir dənə əl telefonuna dəysən. Sənin qiymətin nə idi? Sənin bir dənə xalçadır. Sənin qiymətin nədir? Sənin qiymətin 10 manat rişvət almaqdır. Sənin qiymətin nədir? Bir dənə məmərə getməkdir. Sənin qiymətin nədir? Bir dənə kitab almaqdır. Get. Bəs bizim qiymətimiz neçədir? Bunu Allah bizə desin ki, biz allanmayaq da. Allah buyurur, sənin qiymətin cənnətdən sonra heç zət deyil. İnnəllaha iştərə minəl müminin və əmvaləhum və ənfusəhum və ənə ləhumul cənnə. Fəqət cənnət. Cənnətdən sonra hər nə bizə versələr, Allah'mışıq. Çünki verdiklərin bir gün bizdən alarlar. Dərin topraqlara qardaş salarlar. Qazandığın düz olmasa dünyada, qəbrin üstə böyük tonqal qalarlar. Aydın. İstəsən Yusufu doğran olasan, sənə lazımdır gərək tabi Qur'an. Çok güzel, çok teşekkür ederiz Üstad. Değerli izleyiciler, kısa bir fasiləyə ayrılacağıq. İnşallah sonra verilişimizin ikinci hissəsində sizlərin suallarını cavablandıracağıq Allah'ın izniyle ve bu